Bucarda ağır yol nəqliyyat hadisəsi baş verib. Kanal 10 TV Azərbaycan Qafqaz İnfoya istinada xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub idarə etmədən çıxan avtomobillər yol kənarında dayanan iki piyadanı vurub. İlkin məlumata görə piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb, digər piyada və sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.